Salam mənim əziz izləyicilərim, necəsiz? Mən həmişə izləyicilərim haqqında bir söz demək istəyəndə, onlara təşəkkür etmək istəyəndə həmişə sonda deyirəm. Bu dəfə isə məni izləməyə alan izləyicilərimə ən başda öncə təşəkkür etmək istəyirəm. Deməli, mən həmişə sayıram axı izləyicilərimi. Mənim artıq sonuncu vloqu, deməli, vloqumdan sonra 10 nəfər izləyicim oldu. Onun 3-ünü evladlarımı çıxsaq əgər, 7 mənim tanımadığım məni izləyənlər var. Birincisi o 10-cu izləyicilərimə çox təşəkkür edirəm. Çünki uşaq kimi sevinirdim 10 nəfər olduq deyə. O uşaq kimi sevinirdim. Çox böyük motivasiya verdi mənə. Çox təşəkkür edirəm ona. Deməli, 9-cu izləyicimdən tutmuş 4-cü izləyicimə qədər olanlara da minnətdarlığımı bildirirəm ki, onlar məni həm izləməyə alıb, həm də bugünə qədər izləmədən çıxmadıqları üçün çox təşəkkür edirəm. Deməli, bir dənə ora bir toxunuş edəndə və say artır. İnanın mənə, sizin üçün bəlkə də belə qeyri-adi bir şey deyil, amma bu işlə məşğul olan, yəni bir belə vloqlar çəkən insanlar üçün çox böyük motivasiya olur doğrudan da. Həm motivasiya olur, həm çox sevinirlər, həm də ki, mən isə məni sevdiyinizi belə başa düşürəm. Yəni deyirəm ki, məni sevməsə niyə izləməyə alır ki? Deməli, məni çox sevdi ki, izləməyə aldı ya da səmimi gördü ki, izləməyə aldı. Mən elə düşünürəm. Ona görə də əgər belə düşünməyimi istəyirsinizsə, sizin üçün heç bir problem olmayan, çox belə rahat olan bir dənə o toxunuş etsəniz, çox minnətdar olaram. 10, 9, 8, 7, 6, 5, 4-cü izləyicilərimə çox təşəkkür edirəm bir daha. Bu vlog kiminsə qarşısına, bu video kiminsə qarşısına çıxacaqsa, o da təsadüfən deməli izləyəcəksə, ona da minnətdarlığımı bildirirəm və ondan da xahiş edirəm ki, toxunsa bir o izləməyə alınan deməli hissəyə toxunsa, məni izləməyə alsa, ona heç bir problem olmayacaq, amma məni çox sevindirəcək bu yeni il qabağı. 10-cu izləyicim kimi o qədər sevinmişdim. Çox təşəkkür edirəm bir daha. İndi bugünkü videom nə idi? Sözün düzü, mən aksesuarlarımı deməli qaydasına qoymaq istəyirdim. Çünki bir yerə gedəndə deməli mən nəyi götürürəmsə onu yerinə qoymağı çox sevirəm. Amma nə qədər də olsa bir də görürsünüz ki, bir şeyi çox tələsik olduğum üçün, misal üçün evə gəlmişəm, tələsik uşaqlar çağırırsa, ya yoldaşım çağırırsa bir şey, onu tez bir dənə o şkafa qoyuram ki, sonra bunu qoyaram yerinə və yaxud da ki, başqa bir yerə qoyuram, deyirəm ki, onu öz yerinə qoyaram sonra. Belə-belə tək-tük belə qarışıqlıqlar olmuşdu. İndi onları qaydasına qoymaq istəyirdim. Dedim ki, niyə tək qoyum? Tək qaydasına qoymayayım. Elə sizinlə birlikdə həm səliqəyə salanda sizə də göstərəm aksesuarlarımı. Görək zövqlərimiz üst-üstə düşürmü və yaxud da ki, sizin zövqünüz necədir, mənim zövqüm necədir, bəyəndiyiniz oldu mu, olmadı mı? Nə bilim, maraqlı olsa baxarsınız. Deməli, bunları yayda bir yerə gedəndə mən belə sümüklü qolbaqlarım var. Bunlar çox yüngülü də olmasın, amma çox ağır da olmasın. Misal üçün, Zara'dakılar var idi, Stradivarius'da olanlar var idi. Çox ağır idi, həddindən ağır. Dedim, bunu qolda necə, mənə elə gəlir ki, bir vlogumda da göstərmişəm onu ki, deyəsən çəkmişəm. Dedim, bunu necə qolda gəzdirmək olar? Mənə ürəyim sıxılar, mən sumkanı da ağırın taxa bilmirəm, geyimi də ağırın geyinə bilmirəm. Bir açkinin də yüngülünü sevirəm. Hər şeydə beləyəm də, yəni çox ağır sevmirəm. Yormamalıdır məni. Bunlar da elə, yəni çox ağır deyirlər, orta ağırlıqdadırlar. Nəyə görə çox yüngülün deyirəm almayın? Çünki onlar çox keyfiyyətsiz olur. Bir anda əlinizdə, qolunuzda bölünəcək də, sınacaq. Bunlar mənim yay aksesuarlarımdır. Bir də çox da münasib qiymət almışam mən buna. Çünki o Zara'da 56 manat idi deyəsən, ya 59 manat idi, yadımda deyil. Stradivarius'da 56 manat idi deyəsən, Zara'da deyəsən 59 manat idi. 3 dənəlik belə qolbaqlarda, rəngbərəngi, korичневый, nə bilim nə. Nəysə, çox baha idi və mən bir aksesuara o qədər pul vermək, mən heç vaxt vermirəm, yalan deyə bilmərəm, yəni düzünü danışıra bilirsiniz, mən yalan aram yoxdur, bir aksesuara mən o qədər pulu verməyi sevmirəm. Bu qolbaqları birlikdə belə sümük deməli üzüklərim var, elə taxıram yayda, bunlar mənim yay aksesuarlarımdır.
Gecə tədbirinə gedəndə isə və yaxud da ki bir toya falan gedəndə aksesuar taxmaq istəyirəmsə, nə isə bir zinət əşyası taxmaq istəmirəmsə, baxın indi. Mənim bu sportivlimlə də nə gözəl gedəcək. Nəysə, indi siz şık bir geyimlə, sadə bir şık geyimlə düşünün də bunu. Bunu istədiyiniz kimi sıxıb, istədiyiniz kimi boşalda bilirsiniz də. Bu o cəhətdən çox yaxşıdır. Deməli, belə bir septi siz özünüz düşünün və belə qolbaqlardır. Bunu istəyirsiniz ki, birini bura, birini buna taxırsınız. İstəyirsiniz ikisini də bir-birinin yanına taxırsınız. İstəyirsiniz mən taxım elə, siz də baxın. Yəni, belə də taxmaq olar. Geyimə baxır, mənim geyimimin tərzinə baxır. Belə də iki dənə ayrı-ayrı taxmaq olar. Sonra bunlarla bir yerdə istəyirsiniz çıxarmayın. Siryoşkalarda bunlar, baxın, belə qolbaq, belə siryoşka. Görürsünüz necə zənginləşdir. Adi bu sportivini görün, necə zənginləşdir, görürsünüz. Belə, baxın, nə qədər zəngin görünür. Üzüyü də, buna uyğun üzüyü də mən sizə göstərim. Üzür istəyirəm. Səs elə. Buna uyğun üzüklərimi də mən sizə göstərim. Baxın, belə üzüklərim. Görünürmü? Taxım istəyirsiniz, baxın, belə. Sonra belə. Baxın, belə üzüklərim. Deməli, bu üzüklərimi çalışıram ki, belə, deməli, böyəldib, balacalaşdıran üzüklər olsun ki, məndən rahat olsun, bu da elədir. Rahat taxa bilim. Çünki mənim əllərim, barmaqlarım biraz toppuşdur. Belə, gördünüzmü? Baxın, necə zəngin, o siryoşka ilə baxın. Görün, necə zənginləşdi. Fikir verirsiniz. Bəzən elə geyim olur ki, heç boyunbağa ehtiyac olmur. Boş bu aksesuarlarla çox gözəl də görünür. Mənim də geyimlərimin əksəriyyəti qara olur deyə mənə çox uyğundur. Mən bilmirəm, başqa bir dənə də baxın görüm, gümüşü üzüyüm var idi, yoxsa yox. Yox elə, yox. Yəni, bir də alır kənilərimdə onlar heç. Deməli, belə toylara taxıram. Bu bir. Deməli, belə bir üzüyüm var mənim. Belə taxıram, baxın, belə. Qızılı. Belədir, baxın, görünür. Belədir, 2 barmaqlıdır. Belə də taxa bilərsiniz, belə də taxa bilərsiniz. Belə. Qolbaqlarda, baxın, o tərzdə, bayaqki tərzdə qolbaqlar, amma qızılı. Baxın. Belə. İstəyirsiniz 2 dənə üst-üstə yenə bayaqki kimi taxın. İstəyirsiniz ayrı-ayrı taxın. Belə, belə üzüylə. Bir dənə baxın, bu üzük bəs eləyəcək. Sonra siryoşkasını gətirməmişim, qolunu da gətirim. Deməli, bu siryoşkalardan, baxın, birini qoyum, yenə bayaqki kimi sizə göstərim. Baxın, belə. Necə göstərim belə? Necə tutmuşdum bayaq? Neysə, belə üzüylə baxın, qolbaqla. Görürsünüz necə şık görünür. Yaxşıdır ki, elə əynimdəki sportivlimdə qaradır. Prosto ki, sportivlimdə bunu belə eləyək. Baxın, görürsünüz, şık görünür. Yəni, çox sadə, inanın ki, mən bunları çox uyğun qiymət almışam. Qətiyyən belə baxarsınız, indi bu aksesuarları deyərsiniz ki, bunlar marka yerlərdə, yəni Mangodur, Zara'dır, belə-belə yerlərdə çox bahadır. Bilirsiniz ki, mənim oğlum salam verməsə, mənim videomun ya ortasında, ya əvvəlində, ya axırında mənim videom olmaz. Mütləq salamlaşmalıdır sizinlə. Yəni, çox münasib qiymət almışam hamısını, amma tapmaq lazımdır, yəni. Yoxsa ki, gedib o marka saydığım yerlərdən alsaq, onlar bahadır. Öhdəsindən gəlmək olmaz. İndi mən yalandan deyib, mən filan yerdən almışam, bunu filan yerdən, mən bilirsiniz, mən bu şeyinə aram yoxdur. Hər şeyində düzünü danışan adamım. Tak что, düzünü deyirəm ki... Честный человек. Da, конечно, mütləq. Çox münasib qiymətə, çox uyğun qiymətə almışam. Bunlar belə. Sonra, gündəlik, amma necə gündəlik? Yəni, bir rajdeniyaya falan, bir tədbirə əgər çağırsalar, belə üzüklərim var mənim. Baxın, belə. Göstərim əlimdə baxasınız. Baxın, belə ayrı-ayrı göstərim. Neysə, bunu ayrı taxın, Baxın, iki əlimdə də. Belə qızılıdır, bu da belə. Baxın, belə.
Bunlar da çox münasib qiymət almışam. Bunlar da tədbirə. Yəni tədbirə falan gedəndə bəzən gündəliyə də taxmaq istəsəm taxaram. Sonra bunu isə bunu da 100% tədbirə taxıram hansısa bir tədbirə gedəndə. Baxın, çox yaxşıdır və çox rahatdır. Mən elə bilərdim ki, əvvəllər belə üzüklər, çünki belədir 3 dənəlikdir də. Yəni mən elə bilərdim ki, əlimə narahat olar da. Amma bu çox rahatdır. Deməli 3 dənəlikdir. Bu barmaqda boşdur. Bu ikisinə keçir və bunlar da azad qalır deyə çox rahat hərəkət edirəm. Çox rahat və çox da gözəl görünür. İndi bunu belə sadə qolbaqlarla falan deməli taxmaq olur. Deməli, indi mən tutaq ki, elə bir məclis var ki, mən ora muncuq taxmaq istəyirəm. Yəni, ora bir inci taxmaq istəyirəm. Baxın, belə incim var. Bu iki dəfə deməli dolanır. Adamın boynuna. Oy. Çox vaxt mən belə taxıram. Amma çox sadə geyimdə isə ki, əksər geyimlərim mən belə sadə olur. Ona isə, mən indi sizə göstərəcəm, ona isə heç bir şey taxmıram, göstərəcəm indi onu. İndi bununla taxdıqlarımı göstərim sizə. Əgər qızılı yenə aksesuarlarım və yaxud da çantam falan qızılı bir şey varsa və yaxud ayaqqabımda deməli göstərim sizə. Bu seplə bu sırqanı taxıram, qızılı olanda. Yox, əgər gümüşü falan olanda isə bunu taxıram, bu sırqanı, bu seplə taxıram. Üzükləri isə nə taxıram? Baxın. Bu da sizə fikir olsun. Belə üzüyü görürsünüz əgər. Mən misal üçün 2 dənə bundan aldım. Necə taxıram bunu mən? Baxın. Birini belə taxıram. Birini isə nabor, tam tərsi. Belə taxıram. Aha. Baxın, görün necə görünür. Görürsünüzmü? İndi bu siryoşka ilə də baxın. Görün necə göründü. Görürsünüz? Necə qəşəng görünür. Bu da belə prostoydur. Yəni orijinal inci deyil. Onlar çox bahadır bilirsiniz. Belə. Bir də mənim sadəcə boynuma taxdığım 10 metrəlik varımdı. Bu üzüylə bir də ki onu taxdım. İndi onu göstərəcəm sizə. Deməli belə incim var mənim. İndi bunu açmağa mənim hövsələm yoxdur. Bunu bir siz dinləyirəm. Neçə qat taxıb. Amma səliqəlidə də belə yox. İndi bu biraz dolaşıb bir-birini gələ oturam bunu açam. Ona da vaxtım yoxdur. Baxın, belə taxıram. Buradan uzun bu hissədən düyünləyirəm. Sonra bunlar belə uzun qalır. Bunu uzun qara bir paltarla geyinəndə ya bu üzüyü ya da başqa bir üzüyü deməli başqa bir sırğayla taxıram. Belə düyünləyirəm buradan belə ortadan. Amma yerəcəm uzun. Ona isə elə isə bunu taxıram. O elə məclisdə mənim çox yaxın məclisim olmalıdır. Yəni birinci dərəcəli yaxınım olmalıdır o məclis mənim. Çünki bunu yad məclisə taxmıram, yad məclisə. Belə də mənim vazgeçli belə çantam var. Onu qoyuram, onu ayrı qoyuram çünki ilişir. Amma inanın mənə o qədər gözəl görünür. O qədər gözəl görünür ki, yəni sizə fikir olsun deyə bugün başqa məqsədlə sözün düzü mən daha yəni aksesuarlarımı qaydasına, səliqəyə salmaq məqsədi ilə dedim ki, sizinlə birlikdə həm də göstərim aksesuarlarımı, amma tam başqa, yəni temaya getdi, başqa bir mövzuya getdi. Sizə fikir olsun, bəlkə də fikir oldu, gözəl fikir oldu. Yəni o məqsədlə olmağı daha yaxşı oldu məncə. Belə yəni taxa bilərsiniz, belə şeylər ala bilərsiniz, amma axtarın. Yəni o bahalı yerlərdən, ay bunlar çox bahadır, yox mən buna yaxın dura bilməyəcəm, day mən ala bilmərəm belə, o qədər pul verə bilmərəm, yox. Olur. Tapmaq olur yəni. Bunlar da mənim bəzən gəzməyə gedəndə göstərim sizə. Bunun gümüşüsü də, qızılısı da var. Deməli bunun uzun yeri də var, uzadıb yığmaq olur da. Nəysə, indi bu biraz belə qalıb, mən düzəltdim. Deməli bunu uzun da taxmaq olur, qısa da taxmaq olur. Uzun taxırsınız, bunu bir dənə də eyni bundan var. Bunu da belə uzadıb qısalda bilirsiniz. İstəyirsiniz, deməli bunu uzun taxın, bunu üstündən qısaldın belə taxın. İstəyirsiniz bunu uzun taxın, bunu qısaldın. Onun inşa şeydir, kalsosu var. Da. Bir də bunun da qızılısı var. Əgər indi baxıram aksesuarım misal üçün
qızılıya uyğundursa qızılını taxıram. Bu da belə. Bu da onun kimi. Yox, əgər gümüşə uyğundursa gümüşü taxıram və Nurullah düz deyir ki, oğlum düz deyir ki, ona uyğun mənim belə üzüklərim də var. Baxın belə. Görünürmü bilmirəm, netlədim yoxsa yox. Belə var. Sonra belə var. Taxa bilirəm. Orada var idi. Sonra Mən bir dənə qızılı ilə də belə taxıram. Baxın, belə taxa bilirəm. Orada var mama qurban. Gətir, əgər görsəm uyğundur, göstərərik. Bunlar da gündəliyə prostoy taxdığım seplərdir. Bunları da inanın ki, mənə çox ucuz almışam. Bu 2 dənəli idi belə, baxın. Mən 2 dənəli şeyləri çox sevirəm. Belə bir-birinə yapışma 2 dənə. Taxanda belə xoşum gəlir. Belə var. Belə də hamısı belə-belə. Çıxarım, baxın. Çox sadə bir şey geyinəndə isə, çox, yəni adi futbolka falan geyinəndə isə, üstündən toyka bu medalyonu taxıram. Vəssalam, gümüş rəngli medalyonu taxıram. İfs yox. Bilmirəm, vloglarda bəlkə boynumda görmüsünüz, görməmisiniz, amma taxıram elə. Yəni bunlar da sadə. Mən əsasən sizə bu toyluq olan aksesuarlarımı qəşəng göstərdim. Mənə elə gəlir ki, yaxşı fikir olar. Bilmirəm, bəyənərsiniz yoxsa yox. Oluşum gətirdim. Dedim də hamısı buradadır, mamam qurban. Sən bəlkə nə ilənsə səhv saldın. Belə bilmirəm, başınızı ağrıtdım yoxsa yox. Mənim başqa aksesuarlarım da var. Onları da sizə göstərə bilərəm. Qızım da onlardan taxır. Mən də onlardan taxıram. Qoy mama qurban, indi bunları yer veririk. Şəfsiyo yığışdırım. Onları da sizə göstərə bilərəm. Bu qabı gündəliyə taxdığım şeyləri buna yığıram. Çox var. Burada da daha baxın. Qolbaqlar, gündəlikdə taxdığım üzüklər, sadə belə. Baxın. Baxın, belə üzüklər də belə sadə. Gündəliyə taxdığım qolbaqlardır. Baxın. Belə qolbaqdır, misal üçün. Baxın, göstərim sizə. 2 dənəlik varmı? Görün, budur. Aha, bununla. Baxın. Bununla taxmaq olur. Baxın, bu da 2 dənəlik. Üstündə bir dənə şeyi, qaşı var belə. Belə qalır. Neyse, indi mən bunu tuta bilmədim. Düz tuta bilmədim. Hə, indi tutdum. Baxın, belə qalır. Baxın, bunu qolbaqla da belə taxmaq olur. Belə bir-birinə uyğunlaşdırıram da. Bir mama qurban qoyum yerinə. Belə bir-birinə uyğunlaşdırıram. Sadə, çox, bütün geyimlərim mənim hər halda fikir vermişsiniz sadə olduğuna görə çalışıram ki, aksesuarlarla zənginləşdirim. Ancaq, misal üçün, o gün, yəni, getdiyin yerə də baxır, getdiyin insanların, necə deyim, xarakterinə də uyğun, yəni, biraz uyğunlaşdırıb geyimləmişsə. Elə yer var ki, ora qızıl taxıram, elə yer var ki, ora prostoy taxıram, belə. Olur, yəni, belə. Bir də belə, deməli, gündəlik qızımın da, mənim də, daha doğrusu mənim hər şeylərimi qızım da universitetə taxdığı şeylər, gündəlik şeylərdir. Belə 2 dənə qab aldım. Onları ayrı-ayrılıqda qoymuşam. Bunları isə elə hara gedəndə taxırıq. Deməli, belə halqa sırqalardır. Gümüşü də, qızılı da halqa sırqalarımızdır. Belə-belə bu cürə. Baxın, qaşdısı var. Oy, mama qurban, onu ver mənə. Çox sağ ol, oğlum. Baxın, belə qaşdısı var. Sonra, belə mən daha çox. O deyil, mama qurban. Bu deyil burada. Sonra, belə prostoy var. Sonra, bu qaşdının daha incəsi var. Baxın, bu qalındır, bu incəsidir. Belə. Aha, o lap xırdasıdır. Bu da lap balaca qaşdısı var. Geyinməkdə uyğun. Sonra, o prostoyun belə balacası var. Qaşsız olanı da. Sonra, qaşsız olanı. Sonra, qaşsız olanı belə, baxın, belə risunkalısı olan var, belə burma-burma. Kamerada bilmirəm, toçla görünür yoxsa, belə burma-burma olanı var. Balaca ölçüsü. Sonra, belə muncuqlu, belə qızılıdır bu. Muncuqlu sırqam var. Yayda onu çox vaxt istifadə edirəm. Bunu da yayda
istifadə edirəm. Belə Bukla. sırqalar yay O. geyimləri üçün. Sonra bu yay qış istifadə etdiyim seryoşkada bilməm görünür yoxsa buradan daha yaxşı görünər. Gözü belə tutun. İşıq düşsün belə. Sonra belə sırqa var baxın. Belə. Bu buna ilişib. Mən bunu açım indi göstərim. Sonra bir də belə. Bunu mən orada bir moncuğu şey var idi. Sepim var idi, korobkada qaldı. Ondan taxıram. Bu niyə? Gözlə, bir də gözləyin. Baxın bununla daha bunu uyğundur. Baxın taxmaq olur. Belə. Rəngləri də uyğun gəlir. Bu bilirsiniz nədir? Bunu belə taxırsan, belə bağlayırsan bantikli. Kürəyə açıq paltar geyinəndə biraz da çox yox, biraz açıq geyinəndə bu bantikli elə gözəl görünür. Bu da belə. Nə qədər istəyirsiniz, istəyirsiniz lap belə çox yuxarı yığın. Yəni öz əlinizdədir deyə çox yaxşıdır. Bu siqnal nədir? Mən video çəkməyə başlayıram. Siqnal başlayır. Uzun yox, baxın belə eləyəndə çox gözəl qalır. O seryoşka ilə qoy eləyim, baxın yenə bayaqki kimi. Görün nə gözəl qaldı, görürsünüz? Qəşəng qalır. Görünür belə. Ay aç kimi çıxardım. Seni çıxardım, aç kimi çıxardım, şaşdım. Ay. Sonra belə gündəliyə taxdığımız qızımın da mənim də nəsə bir-birinə keçib belə sırqalar. Yaponiya история. Aha. Bu üzüyü, sepi, sırqası. Deməli üzüyü, sırqası klonu. Dəst. Budur dəniz taxmır. O yaşı biraz mənə uyğun olan şeydir deyə. Ay, mən taxıram. Saçlarıma baxın. Planetlərə uçur. Bu da belə. Bu buna keç ayda da. Görürsünüz, kaşamalar olub. Yaxşıdır ki, təmizləməyə qərar verdim. Sonra belə var. Bu da yayda çox vaxt taxıram. Mən belə şeyləri yayda çox vaxt taxıram. Sonra bunun qızılısı, gümüşüsü var. Bu bir ara mod düşdü. İndi bunun üzükləri falan da yəni moddadır. Belə qızılısıdır bu. Bu da gümüşüsüdür. Bunlarda nə var? Sonra belə, bunu da çox taxdığım. Mən bunu çox taxıram. Yəni belə baxın. Gümüşü. O medalyon dedim ha, nazik belə medalyon. Futbolka falan geyinəndə. Onu taxanda bunu taxıram. Çox sadə. Çox qəşəngdir. Belə. Sonra yayda taxdığım boynuma baxın. Rəngbərəng çox kiçik moncuqdur belə. Çox kiçik, çox. Belə budur. Bu rəngdir. Ağ bir şey geyinəndə bu qəşəng qalır. Bu qara geyinəndə bu qəşəng qalır. Yox, üstündə fərqli-fərqlidirsə, burada hər rəngi var. Tax bunu hər şeylə gedir. İstəyirsiniz, üçünü də bir yerdə taxa bilərsiniz. Çox da gözəl görünür. Baxın, çox qəşəng görünür. Boynunuzda belə qalır. Yay geyimi üçündür. Когда мы еще... Kameraya düşmürsən axı, görünür kamerayla. Когда мы были еще в торговом центре, мама покупала и сестры там косметику и так далее. И там я заметил браслет. И тогда мы купили этот браслет. Это не тот самый браслет, но типа похожий. И я купил это. И мы даже поменяли два из них. Точнее, один из них был поменяли из-за того, что он был совсем плохой. И потом мне мама вот эти дала. Da. Baxın. Onları taxanda bunu da taxmalı. Bunu da baxın. Hər cürə, hər qola gedir. Bunları oğlum da çox vaxt taxır. Qara, qırmızı, ağ var. Oğlum hansını istəyir taxır. Bəzən üçünü də taxır. Belə. İndi bu burada qalmır, belə qalır. Belə taxa bilərsiniz və böyüyür, qəşəng, rahat da çıxır. Там еще было написано что-то. Не точно не помню перевод. Но из-за этого... Cəsur ol. Да. Cəsarətli ol. Güclü ol. Güclü ol. Cürbəcürlər var. Из-за этого кружка там что было написано? Там был небольшой вход для этого. И когда он входил сюда, там просто приклеено было. И легко его было оторвать.
üzrlüsən, ruski sektordur. Azərbaycanca danışa bilir. Azərbaycan öz ana dilimizdə danışır. Başa da düşür, danışır. Mənim bir dənə təəssüf ki, ikinci qızım danışa bilmir, amma başa düşür. Şey isə, nədir, oğlum isə danışa bilir. Böyük qızım da danışa bilir. Sadəcə oğlum indi kamera qabağında danışanda çox səhv buraxacaq. Yəni çox əcaib cümlələr quracaq və siz başa düşməyəcəksiniz. Ona görə də pryamoy rusca başladı ki, fikrini daha aydın izah eləsin. Yoxsa Azərbaycan dilində başa düşürsən, Azərbaycanca dinlə? Bəli, başa düşür. Bəli, başa düşür. Danışa da bilir. Sonra yayda baxın belə qara futbolkalarla mən, baxın belə bu muncuğu çox vaxt demək olar ki, vaxtdadır. Bu muncuq, baxın belə. Onlar da belə qalır. Yəni o rəng-bərəng göstərdiyim də belə qalır. Baxın, bu da boyunda belə qalır. Qəşəng futbolkalarla falan çox yaxşıdır yayda elə. Adamın boynunda namazın vaxtıdır. Bu sırqa buna daha kobuddur. Kiçik balaca muncuqlu sırqalarımla taxa bilirəm. Sonra belə qolbaqlar var. Baxın. Taxanda hamısını bir dəfəlik qarşımalaş eləyib qoluma belə taxıram. Baxın belə. Bir yerdə taxanda, bunu da ortaya taxanda daha zəngin görünür. Bir dənə də var. Bir dənə də belə var. Baxın. Belə, yəni hamısını bir yerdə taxanda belə çox qəşəng zəngin görünür. Sonra bir dənə belə setim var mənim. Baxın. Belə. Bunu yayda bir kariçevoy, nə bilim, nə qəhvəyi rənglər, nəsə bir paltar geyinəndə bunu belə taxıram. O sallanma belə sırqalarla, baxın, bunu belə taxıram və yaxud da ki, bununla taxıram, baxın, bununla taxıram belə. Sonra bu da belə, bu da qəhvəyi rəngdədir, boş klonlu, sadə, amma klonuyla birlikdə belə taxıram. Sonra qarışmasın. Sonra sırqalar, böyük sırqa, bunları qızım taxır. Deməli, belə romb şəklində belə gümüşüdür. Belə. Bu isə belə qızılıdır. Çox nadir hallarda yayda ancaq taxa bilərəm. Çox nadir hallarda. Qışda taxa bilərəm, amma ki, yəni nasreniyama düşməlidir. Taxa bilərəm, ehtimal yox taxım. Təbii ki. Amma hələ ki, heç vaxt taxmamışam, qızım taxıb, amma mənimdir bunlar. Bu da belə. Bu da belədir. Sırqa. Biri bura, biri bura. Bunu da qızım çox vaxt taxır. Yəni, bunu bir dəfə taxmışam, bunları isə heç taxmamışam. Qızım bunları çox vaxt taxır. Sonra qolbaqlar, bunları yəqin ki, mənim saatların üstündən taxanda, bu qolbaqları siz yəqin ki, görmüsünüz. Belə, Cartier belə qolbaqlardır deyəm. Я думаю, что ты одевала вот это с белыми часами. Sonra baxın, belə qolbaqlar. Sonra bunun bu qaranın ağı. Sonra bu Cartier'in qızılısı. Gümüşüsü, baxın, gümüşüsü, qızılısı, qara Hermesin ağı. Bu da Cartier'in. Düşdü birim ama qurban. Bu da belə. Rastoyla hamısı. Çox da münasib qiymət alınır. Bu da, bunun adı nə idi? Bu da hansı marka idi? Tiffany idi, nə idi? Yadımda deyil. Yox, şey. Deyən yadıma düşsün, ay Allah. Yadımdan çıx. Verir. Yox, yadıma düşər deyərəm. Çox sağ ol, mama qurban. Bağladım. Ayda. Yadımdan çıxdı. Neysə, yadıma düşər deyərəm. Bunu çox sevirəm. Bunu çox sevirəm. Bu belə muncuqludur. Yay aksesuarımdır mənim. Qolbağı ilə birlikdə. Bunu çox sevirəm. Çox yaxşıdır və çox keyfiyyətlidir. Belə. Bu yay aksesuarlarımı çalışıram ki, belə arxaya qoyum ki. Belə. Görürsünüz, gündəliyə taxdıqlarım da qızımla birgə. Qızım da mənə mənimlə birgə taxdığı. Sonra bir dənə sırqalar. Belə. Bu da yaxşıdır. Bu da sallanma, mən çox belə sallama sevmirəm. Baxın, bu yaxşı sallamadır. Çox belə abartı deyil, yəni çox şiş. Aerodinamik. Hə də belə çox kulturludur, yəni. Mənə belə gəlir. Bilmirəm, bəlkə sizə heç kulturlu gəlmədi, amma mənə belə gəlir. Elə düşünüb almışam, yəni.
sallanma sevirəm, amma çox sallanma yox da. Baxın, elə istifadə edirəm. Bu qədər. Hamısını da səliqəyə saldım, yığdım, düzəltdim. Hə, bu yay şeylərdir. Bunları da qoyum bura. Bilmirəm, sizin zövqünüz mənimlə üst-üstə düşdümü, düşmədimi bilmirəm. Amma mənim zövqüm belə idi, aksesuar zövqüm belə idi. Bir də ki, deyim ki, axtaranda inanın mənə münasib qiymətə tapmaq olur. Bahalı gedib, nə bilim, baha qiymətə almaqdansa çox münasib qiymətə, yəni almaq olur. Bura qədər izlədiyiniz üçün çox sağ ol deyirəm sizə, çox təşəkkür edirəm. Deməli, əgər bir fikir oldusa, nə xoş mənəm. Sonra bəyəndinizsə, səbr edib axıra qədər izləyib bəyəndinizsə, like tərəfə bir dənə barmağınızı toxundursanız məni sevindirərsiniz. Təsadüfən qarşısına çıxıb bu videonu izləyən, vaxtını sərf edib izləyən izləyicimə çox təşəkkür edirəm və əgər o da məni izləməyə alsa, həm bəyənməyə, həm izləməyə toxunsa 2 dəfə mənə çox böyük motivasiya edir. O qədər məni sevindirər, inanın, o qədər sevindirər ki, çox minnətdar olaram. Təkrar təşəkkür edirəm izlədiyiniz üçün. İnşallah ki, bəyənərsiniz.